əməkdaşımız Mədinə Cəlala bağlanacağıq. O bizə bunun haqqında ətraflı məlumat verəcək ki, 2026-cı ildə turistlərə, muzeylərə giriş məbləğində hansı dəyişikliklər, tariflərində dəyişikliklər olacaq? Eşidirsiniz bizi, sabahınız xeyir olsun. Sabahınız xeyir. Buyurun. Sabahın xeyir olsun Mədinə, buyur. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Bəli, 2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşların girişi üçün qiymətlərdə dəyişikliklər tətbiq ediləcək. Bu haqda bizə daha ətraflı məlumatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarə Etmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rufiq bəy İsmailov çatdıracaq. Buyurun Rufiq bəy. Hər vaxtınız xeyir. Sizin də vurğuladığınız kimi 2026-cı il yanvar ayının 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətində dəyişiklik tətbiq olunacaq. Dəyişiklik nədən ibarətdir? Atəşgah məbədi, o cümlədən yanardağ qoruqlarına, eyni zamanda Şəki rayonu ərazisindəki yuxarı baş qoruğun tabeliyində fəaliyyət göstərən Şəki Xan Sarayına, eləcə də Kiş qoruğunun tabeliyindəki Alban məbədinə, həmçinin Baskal qoruğunun tabeliyində fəaliyyət göstərən Diri Baba türbəsinə xarici vətəndaşlar üçün giriş qiyməti 15 manat təşkil edəcək. Xatırladım ki, əvvəllər bu 9 manat idi və indi də 9 manatdır bilet xarici vətəndaşlar üçün. Ancaq yanvarın 1-dən etibarən isə 15 manat olacaqdır. Qeyd edim ki, xarici vətəndaşlar üçün bizim güzəşt kateqoriyasına aid olunan kombinə edilmiş biletlərimiz var. Ayrı-ayrılıqda hər bir qoruq və muzeyə 15 manat ödəməlidirsə, xarici vətəndaş kombinə edilmiş bilet alır və burada bəzi güzəştlər əldə edir. Nədir o güzəştlər? Məsəl üçün, yanardağ və atəşgah məbədi qoruqlarının ərazisinə ayrı-ayrılıqda daxil olmaq üçün hər birinə 15 manat ödəməlidirsə, iTicket Az saytı üzərindən, onlayn platforma üzərindən bilet əldə eləyir, cəmi 25 manat ödəməklə hər iki qoruq ərazisinə daxil ola bilir. Eyni zamanda digər bir kombinə edilmiş biletlə də Atəşgah məbədinə, yanardağa və Palçıq vulkanları turizm kompleksinə giriş əldə edə bilər. Hər üç turizm obyektinə ayrı-ayrılıqda hər birinə 15 manat ödəməlidirsə, amma həmin halda isə 35 manat ödəməklə hər üç qoruq ərazisinə daxil ola bilir. Vurğulayım ki, kombinə edilmiş biletlər ilk dəfə tətbiq ediləndən sonra 72 saat, yəni 3 gün ərzində qüvvədə olur. Belə ki, əgər kombinə edilmiş bilet olaraq yanardağa və atəşgaha daxil olmalıdırsa, bilet əldə edib yanardağa daxil olursa, sonraki 3 gün ərzində digər obyektə də gedib baş çəkməlidir. Və bir də bir məqamı da diqqətinizə çatdırım ki, xarici ölkə vətəndaşlarının 12 yaşa qədər olan uşaqları üçün Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeylərə giriş tam ödənişsizdir. Rufiq bəy, bəs bizim vətəndaşlar üçün hansı güzəştlər nəzərdə tutulur, qiymətlərlə bağlı bizə məlumat verin, zəhmət olmasın? Əlbəttə, Azərbaycan Respublikasının vətəndaşları üçün Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeylərə giriş qiyməti təbii ki, xarici vətəndaşlardan fərqli olaraq daha aşağı qiymətədir. Azərbaycan vətəndaşları 2 manat ödəməklə bütün qoruq və muzeyləri ziyarət edə bilərlər. Tələbələr üçün güzəştli şərt 1 manat ödənişdir. Yalnız Palçıq vulkanları turizm kompleksində bu Azərbaycan vətəndaşları üçün 5 manatdır, tələbələr üçün isə yenə qeyd etdiyim kimi güzəşt tətbiq olunur 3 manatdır. Və Azərbaycan Respublikasının vətəndaşları olan, əlilliyi olan şəxslərdir, qazilərdir, şəhid ailəsinin üzvləridir, qazilərin də 1-ci dərəcəli ailə üzvləri, şəhidin 1-ci dərəcəli ailə üzvləridir, bütün məktəblilərdir. Bunlar üçün bütün qoruqların tabeliyindəki muzeylərə, turizm obyektlərinə giriş ödənişsizdir. Təşəkkür edirəm Rufiq bəy. Bəli, qarşıdan qış tətili gəlir. Siz də istirahətinizi səmərəli istifadə etmək istəyirsinizsə, qoruq və muzeylərə baş çəkə bilərsiniz. Çatdıracaqlarımız bu qədər, söz sizdə. Təşəkkür Mədinə, çox sağ olun, minnətdarıq sizə.